Dünyadasan, dünyanın içərisində özün üçün təzə-təzə dünyalar qurmusan. Elə bilirsən ki, varsa da, yoxsa da hər şey bu dünya və dünyalardan ibarətdir. Hüseyni tanımayana qədər belə davam edirsən. Elə ki, Hüseyni tanıdın, ona doğru başlayırsan getməyə. Ona doğru getdiksən, qədəm atdıqsan, hər qədəmində bir dünya ayağının altına düşür. Ona doğru getdiksən, göz yaşı tökdükcən, hər göz yaşında bir dünya düşür gözündən. Və belə dünyaları ayağının altında tapdalaya, gözündən düşürdə, gedib çatırsan mənzil başına. Baxıb görürsən ki, sənin heç nəyin yox imiş, heç bir şey. Yoxluqdan ibarət imiş sənin əlində nələr vardısa, sən var hesab etdiklərin. Ta Hüseynə gəldin, çatdın, baxıb görürsən ki, heç bir şey yoxdur, sadəcə və sadəcə Hüseyn var, sadəcə və sadəcə əbədiyyət var və sadəcə ərbəyin var. Belə İmam Hüseyn ağa demişkən, kənnə dünya ləm təkun, kənnəl axirə ləm yəzəl. Yəni, sanki dünya heç bir zaman olmayıb, sanki axirət hər bir zaman olubdur. Vəssalam. Bismillahirrahmanirrahim. Bismillahi mezraha və mursaha. Allahümme salli ala Fatımata və əbiha və ba'liha və bəniha və sirril mustavda fiha biyədəd ma əhatə bihi ilmuk. Selam olsun intizar əhlinə. Munir TV-nin ekranlarındayıq. Həmişəki kimi Üçbuzaq layihəsinin yenə də yeni bir verilişi ilə sizin qonağınız olmağa gəlmişik. Hansı verilişlə? Elə bir verilişlə ki, bütün dünya onun cazibəsindən çıxmır. Verilişimizin mövzusu belədir. Çıxa bilmir. Bütün dünya onun cazibəsinə düşüb, gedir onun dalıcan. Ərbəyin verilişi. Üçbuzaq layihəmizin Ərbəyin verilişində xoş gördük sizləri. Şöhrət Səhqanın təqdimatında belə silsiləvi verilişlərimiz müxtəlif mövzularda daim olacaq. Və yubanmadan mən qonaqlarım var. Qonaqlarımı sizə təqdim edirəm. Belə bir gözəl bir mövzunu əlbəttə ki, tək başıma mənim müzakirə etməyim, yəni həm mənim gücümdən yuxarıdır, həm də heç ədəb çərçivəsindən uzaqdır. Ona görə də tək gəlməmişəm sizə. Qonaq özümlə bir-iki gözəl ilahiyyatçı da götürüb gəlmişəm ki, məndən sağ tərəfdə əyləşibdir qonaqlarımızdan Mir Haşim, Seyid Mir Haşimdir, gözəl, dəyərli ilahiyyatçımızdır və sol tərəfimdə də bizim dəyərli ilahiyyatçımız Xan Mirzə Hüseynovdur. Mən hər iki qonaqlarımızı salamlayıram, dəvətimizi qəbul edib gəldikləri üçün təşəkkür edirəm. Biz də sizi salamlayırıq. Allah inşallah verilişi bərəkətli eləsin, xalqımız üçün də faydalı olsun inşallah. Xan Mirzə müəllim, bir ürək sözünüz varsa, buyurun. Aleykümselam və rəhmətullah. Dəvətə görə təşəkkürümüzü bildiririk sizə. Sizi və bizi izləyən əzizləri biz də salamlayırıq və bütün İslam aləminə İmam Hüseyn ağanın müsibəti münasibəti ilə təsliyyət ərz edirik. Təşəkkür edirəm. Allah əzadarlıqlarınızı qəbul eləsin. Mən belə bu müzakirə obyektlərində bir neçə suallar var, maraqlı gündəmdə olan suallardır. Yəni, həqiqətən insanları düşündürən, insanlara İmam Hüseynin həqiqətini göstərə biləcək suallardır. O sualların ətrafında biz yaxşı bir düzgün müzakirə aparsaq, inşallah ki, cəmiyyətimizə bir fayda götürər. Amma bu Ərbəyin mövzusu elə bir mövzudur ki, hacı. Bu saat məşhurdur da, şöhrət tapıbdır. Yəni buna Ərbəyin deyən kimi o saat bilinir ki, nədir? O saat bilinir ki, nədir? Amma elə insanlar var ki, onlar üçün bu maraqlıdır ki, bu hardan yaranıbdır, bunun kökü hardan gəlir? Bunu nə bilim, necə oldu belə birdən-birə bu millət başladı axışıb getmək. Yəni bu səbəblər hər zaman şübhəli səbəblər hər bir zaman olubdur. Ona görə biz bu müəyyən qədər onsuz cavablar verilib, biz də yenidən bir cavab vermək üçün deyirəm, sizin belə bir bu sualları bir balaca belə dilləndirək. Yəni bunun kökü, kökməcəsi, başlanğıcı hardandır və hansı zamandan başlayıbdı kütləvi şəkil almağa? Bir icazə versən əgər Xan Mirzə müəllim, bizə də bu sualımızı Seyid ilə başlayaq, müzakirəsi ilə. Sonra yenidən sizin müdaxilələriniz olar inşallah. Ya Allah, Seyid, söz sənindir. Ərbəyin ziyarəti ümumiyyətcə indi də çox məşhur ziyarətdir. Milyonluq
Yəni Ərbəyin yürüşündə milyonlarla zəvvar öz ağaları İmam Hüseynin ziyarətinə gedirlər. Həqiqətən çox dəyərli bir ziyarətdir. Dünyada səs salmış bir ziyarətdir. Amma Ərbəyin ziyarəti kökləri nəyə söykənir? Və yaxud da ki, necə kütləvi hal alıb? Bunlar ikisi də fərqli bir məsələlərdir. Ərbəyin ziyarətinin kökü bildiyimiz kimi ilk dəfə Cabir ibn Abdullah Ənsari, yəni İmam Hüseyn ki, şəhid oldu Hicri 61-ci ildə, Hicri qəməri ilə 61-ci ildə Cabir ibn Abdullah Ənsari İmam Hüseyni ilk dəfə, ilk 40 günündə ziyarət elədi. Ərbəyini qeyd elədi, ərbəyini keçirtdi. Bəzi rəvayətlərə əsasən də Əhl-i-Beyt Şamdan qaydanda, əsirlər kərvanı Şamdan qaydanda, bəzi rəvayətlərə əsasən də qeyd edeyim. Şamdan qaydanda Həzrət Zeynəb salamullah əleyhə, Həzrət Səccad əleyhissalam başçılığı ilə gəlirlər İmam Hüseyni ziyarət edirlər. Yəni kökü o vaxtdan da Ərbəyin ziyarətinin kökü dünyanın 20 ilin, 30 ilin deyil. Ərbəyin elə ilk illərdən elə olub. Bəli. Amma kütləvi hal nə vaxt aldı? Bildiyimiz kimi tarix boyu, yəni Əhl-i-Beytlə mübarizə aparılıb, Əhl-i-Beytin hərəmləri ilə mübarizə aparılıb zalimlər tərəfindən. Və məxsusən İmam Hüseynlə çox ciddi şəkildə dövrün zalim hakimiyyətləri mübarizə aparıblar. Məxsusən ağanın zəvvarlarına qarşı. Amma ilk illərdə ki İmam Hüseyn əleyhissalamın ki Cabir ibn Abdullah Ənsari ziyarət edib ondan sonra ziyarət davam olur. Amma axır illərdə, məxsusən deyirlər axır 20 ildə Ərbəyin ziyarəti milyonluq bir ziyarətə çevrildi. Milyonlarla zəvvar ağanı ziyarət elədilər. Bu da heyrətamizdir həqiqətən. İnşallah indi bəhsdə, veriliş əsasında, verilişin boyunca bəzi məsələlərə işarə eləyəcəyik. Mən çox geniş bəhs eləmək istəmirəm. Amma bunu demək istəyirəm ki, bu axır 20 ildə, çünki Səddam 1979-cu ildən 2003-cü ilə kimi hakimiyyəti vardı. Burada onlar çox qadağalar eləyirdilər, ümumiyyətlə imkan vermirdilər İmam Hüseynin zəvvarları rahat şəkildə İmam Hüseyni ziyarət etsinlər. 2003-cü ildə ki Səddam süqut elədi, ondan sonra daha azadlıq oldu, qadağalar aradan getdi. Artıq başladılar zəvvarların sayı artmağa. Zəvvarların sayı artmağa ta 2010-cu il 15-ci il arası daha da bu məsələn 20 milyona da deyirlər çatdı. Yəni daha da çox zəvvarlar ziyarət elədi və dünyada səs saldı. Bu da Ərbəyin barəsində qısa bir tarixdir ki, əksəriyyət, yəni bəziləri elə fikirləşirlər ki, Ərbəyin son vaxtlarda meydana gəldi, belə kütləvi hal aldı. Bəziləri elə fikirləşirlər ki, yox, elə neçə illərdir belə bir ziyarət milyonlarla zəvvar gedirdi ziyarətə. Yox, elə deyildi. Əvvəla dediyimiz kimi Ərbəyinin özünün kökü var əvvəldən, amma bəzi məhdudiyyətlər çərçivəsində az idi. O məhdudiyyətlər aradan qalxandan sonra axırı 20 ildə Ərbəyin daha da kütləvi hal aldı. Mən bir şeyi də qeyd edeyim. Burada həqiqətən dostlar üçün də, düşmənlər üçün də gözəl bir dənə ibrətamiz bir məsələ, hekayə var. Baxın, tarix boyu İmam Hüseynlə mübarizə aparır. Zalim cəbhəsi, küfür cəbhəsi. Fikir verin, Səddam və Səddamdan qabaq olan zalim hakimiyyətlər İmam Hüseyndən bacarmadılar. Bu ziyarətin qabağını ala bilmədilər. Hər nə qədər etdilər də, məsələn, insanlara zülm elədilər, bəzilərini canbaz elədilər. Məsələn, görürsən ki, bəziləri ziyarətə getmək üçün, mən eşitmişəm, xatirələrdə var, bəzi yerlərdən də eşitmişəm, bəzi xutbələrdən və ya alimlərdən də eşitmişəm ki, həqiqətən bəziləri götürürlər, bir qolun veriblər ziyarətə getmək üçün. Yəni, o qədər məhdudiyyətlər var idi. Amma bununla belə, bu məhdudiyyətlər olmasına baxmayaraq, bununla belə Ərbəyin ziyarəti tarix boyu davam elədi. Gəldilər, qadağalar qoydular. Bir nəfər, 2 nəfər getməyinə baxmayaraq ki, qadağalar vaxtında bir dəfəlik azadlıq oldu. Zalim cəbhələr bəziləri süqut elədi. Məsələn, İraqda dediyimiz Səddam Hüseyn hakimiyyəti artıq yenə də kütləvi hal aldı. Yəni, bu bir dən bariz nümunədir zalim cəbhəsi üçün. Onlar bilməlidirlər ki, İmam Hüseynlə nə qədər mübarizə aparsalar da, onların özləri məğlubdular. Hüseyn qalacaq, yaşayacaq.
Bu İmam Hüseynin yoludur. Çünki indi işarə eləyəcəm, istəmirəm geniş danışım. İndi sözünüz də gözəl mətləblərə inanıram ki, toxunacaqsınız bu barədə. Aşura qiyamın hədəfləri ilə bağlı. Mən elə bu qədər də kifayətlənirəm. Təşəkkür edirəm mən Seyid. Mən eyni zamanda bu bir-iki əlavələrim var mənim. Yəni Ərbəyinin indi biz hansı vaxtına düşmüşük Ərbəyin ziyarətinin? Çox rahat vaxtına. Yəni gedirik heç bir əziyyət çəkmədən bizim xidmətlər var, çayımız, çörəyimiz, Bəli. ayağımızı masaj edirlər. Hüseynə gedirik. Gedirik Ərbəyin ziyarətinə. Amma yəni bunun çətinlikləri olubdu özdə bunun sahibləri tərəfindən. Yəni xanım Zeynəb ki, əsirlik, əsarət ki, yəni Şam İmam Səccad ağa üçün yəni ən böyük yəni faciələrdən biridir. Yəni təsəvvür et, yəni atasının başının kəsilməsini o cür bir faciə adlandırmır, amma Şam əsarətini faciə adlandırır, oradan qayıdıb gəlirlər. Yəni bu ağır bu yükləri çiynində daşıyan bir xanımın ziyarəti indi sən təsəvvür eləyin ki, nə cürdür. Ədəbiyyatda buna çox toxunublar. Xüsusən yəni türk ədəbiyyatında, yəni Azərbaycan dilli ədəbiyyatda buna çox toxunublar. Və bunun bəziləri duyğusallığın qoyublar ortalığa, yəni hissiyatın qoyublar da. Bəzilərdə yəni bu Ərbəyində olan o fədakarlıq, mübarizlik mesajlar ki var, şairlərimiz onu aça biliblər. Mən belə bir kiçik xanım Zeynəbin, çox yəni yandırıcı yerləri var. Xanım Zeynəbin o Ərbəyin ziyarətinə ki gəlir, həqiqətən çox yandırıcı bir yerdir. Mən ondan sizdən bir kiçik bir dənə bənd deyəm. Bir nağa gəldikcə gəlir ətri imam. Dörd ağaclıqda durub verdi salam. Gəlir amma dili bitabı əsir. Ürək əsdikcə vüsalət tələsir. Elə bil cismidir, bir can gördü. Elə bil cismidir, bir can gördü, çıxdığı təlli uzaqdan gördü. Yadına düşdü ötən xatirələr, qüssəli xatirələr, mənzərələr. Dedi Səccadə, haman yerdi bu yer, yarımatdan yıxılan yerdi bu yer. Burada mən hər qəməmin bağ açdım. Təllə bax, məktələ oradan qaçdım. Əmməsin gördü İmam Məşki Fişan, Hüseyin qəbrin ona verdi nişan. Üst tutub qəbri Hüseynə bu xanım, dedi qurban canıva xəstə can. Gəlmişəm ta görəsən, ölməmişəm. Mən gilə eyləməyə gəlməmişəm ta görəsən, ölməmişəm. Getmişəm faş ola dilbəstəligim, gəlmişəm burada çıxaq xəstəligim. Yəni bu bizim ədəbiyyat, yəni Ərbəyin mövzusu elə bir mövzudur ki, yəni elə yollarda qalmayıb hacı. Yollarda qalmayıbdı. Elə çay paylamaqda qalmayıbdı. Ayaq masaj eləməkdə qalmayıbdı. Ərbəyin mövzusu qalxıbdı, ədəbiyyatı fəth edibdi, irfanı fəth edibdi. Ümumiyyətlə mən sizə bir şeydən bir mövzularda elə buradan ora ipucu bir dənə verirəm inşallah bu suallara. Gəl baxaq. Ərbəyin mövzusuna gir psixologiya ilə görüm girə biləcəksənmi? Açmağa gücü yoxdur. Buna ya irfanla girməlisən, elə irfanla girməlisən, başqa cür qeyri-mümkündür. Yəni biz apardım da mən şairim də apardım. Yəni İmam Hüseyn elə bir qiyam etdi ki, ruhları oyatdı, yatmış ruhları oyatdı. İmam Hüseyn yəni maddi aləmdə bəli, maddi aləm bunu dərk eləyə bilməz. Maddi aləm zahirən nəyə görür? Zahirən Hüseyn ibn Əlinin Kərbəla çölündə qanına qəltan olduğu və öldüyünü görür. Amma həqiqət aləmi bunun necə bir qələbə olduğunu dərk eləyir. Və hal-hazırda da qalibdir də Hüseyn. Bu qədər zəvvarlar sayəsində biz görürük ki, həqiqətən Hüseyn ibn Əli Allahın salamı olsun və onunla birgə şəhid olanlara qalibdir. Salam olsun Hüseynə və onun vaxtlarına. Xanımızə müəllim, ya Allah, sizin nəsə bir əlavə eləyəcəkləriniz varmı bu sual ətrafında? Açığı sizin şirin müdaxiləvizə, müzakirəvizə müdaxilə eləmək istəmirdim, amma çox qəşəng nöqtələrə toxunursunuz. Həqiqətən Həzrəti Hüseyn əleyhissalamın xüsusi bir cazibəsi var. Şəhid rəhbərimizin maraqlı bir ibarəsi var. Hüseyni maqnetizm. Hüseyni maqnetizmin cazibəsi. Deyir, ağa buyurur ki, Hüseyni maqnetizmin cazibəsi idi Cabiri Mədinədən Kərbəlaya çəkdi.
İndi bu günləri milyonlarla zəvvar ki, Həzrəti Hüseynin ziyarətindədir. O həqiqətən nə bunu psixologiya, nə dünya elmlərinin heç biri başa düşmür. Bu çox ali bir məqamdır və ali bir mərtəbədir ki, heç biz də tam izah edə bilmərik. Amma sözlə deyə bilərik ki, bu bir dənə ilahi cazibədir. Allahdır ki, o bəndələrin qəlbinə bu məhəbbəti salır. Bəli. Allahdır ki, o qəlbləri yandırır o eşqlə. Dartıb aparır Kərbalaya. Cabir ibn Abdullah Ənsaridən bu yana xanım Zeynəb, İmam Səccad əleyhissalam ki, imamın zəvvarlarıdır. Bu Ərbəin məktəbinin demək olar əsasını qoydular və bizim digər imamlarımız, o cümlədən alimlərimiz Ərbəyinə önəm verdilər və bunu yaşatdılar. Bugünkü izdihamın kökü var. Bugünkü izdiham xanım Zeynəbə qayıdır, İmam Səccada qayıdır, İmam Həsən Əskərinin hədisinə qayıdır. Ətla Cəvadi Amilinin maraqlı sözü var. Buyurur ki, hədisə biz nəzər eləyəndə başa düşürük ki, Ərbəin ziyarətini imam vacib və müstəhəb namazdan eyni tərəziyə qoyur. Möminin əlamətidir 51 rəkət namaz, bu yanda Ərbəin ziyarəti. Ərbəin ziyarətinin nə qədər Namaz qədər ağırlığını, vacibdir. bəli, ağırlığını göstərir. Hətta bəzi üləma olub, tarixdə olub, ildə bir dəfə vacib biliblər, ən azı İmam Hüseyn ağanın ziyarətini, ya Ərbəin ziyarətini. Üləmanın həyatına biz baxanda görürük ki, üləma əməli surətdə burada iştirak ediblər. Məsələn, Şeyx Ənsarinin dövrünə qədər nəql olunur ki, təntənəli şəkildə Ərbəin ziyarəti keçirilib. Əlbəttə, bəzi dövrlərdə, məsələn, Əməvilər, Abbasilər, bu cür ağır dövrlərdə müəyyən məhdudiyyətlər olub, amma bu məhdudiyyətlərə baxmayaraq Şiə Həzrəti Hüseynin eşqini qəlbində daşıyanlar müəyyən yollarla bu ziyarəti davam elətdiriblər. Şeyx Ənsaridən sonra qeyd olunur ki, nisbətən o şövq azalır. Gəlir elə bir həddə çıxır ki, sanki pulu olmayanlar piyada şəkildə gedirlər İmam Hüseynin ziyarətinə. Bunu görən üləma addımlar atır. Məsələn, Mühəddis Nurini qeyd edirlər ki, yığır ətrafına tələbələrini, dostlarını, möminləri piyada gedir İmam Hüseynin ziyarətinə. Və bu ənənə davam edir. Yenidən canlandırır. Bəli, yenidən canlandırır. Ya məsələn, ağam Mustafa Xomeyni nəql olunur ki, dəfələrlə Kərbəla ziyarətinə piyada gedir. Ya Ayətullah Məkarim Şirazi. Bunlar hamısı biz üçün təşviqdir də, həm də zəhmətləri var. Bugün Məkarim Şirazinin təqribən 100 yaşı var. Nəql edir ki, bizim 23 yaşımız var idi, Nəcəfdə dərs oxuyurduq. Piyada gedirdik Kərbəla ziyarətinə, İmam Hüseyn ağanın ziyarətinə, düşürdük Fəratın kənarı ilə, təsəvvür edin neçə il bundan öncə. Nəql edir bizi necə qarşılayırdılar, necə bizə xidmətlər göstərirdilər və s. və s. Hətta ayaqyalın, ayaqlar suluq, qabar bağlayır, yaralanır, tikanlar bata-bata, amma o eşq yolunda çatdımlayırlar, o tikanlar onlara maneə ola bilmir. Mən xülasələşdirsəm, bugünkü izdihamı ki görürük, əlbəttə şəxsi nəzərimdir. Elə düşünürəm ki, həm məsumların, Əhl-i-Beyt imamlarının, həmçinin də üləmanın zəhməti danılmazdır. Amma bugün İslam inqilabını gərək xüsusi vurğulayaq. İmam Xomeyni məktəbini, şəhid rəhbərimizin zəhmətlərini və o cümlədən bugün Seyyid Mustafa ağanın zəhmətlərini ki, İslam inqilabı var gücü ilə xidmət edir Ərbəin zəvvarlarına və var gücü ilə xidmət edir ki, Ərbəin möhtəşəm keçirilsin. Hər cəhətdən. Biz bilirik də, zəvvarlar da bilir. Məsələn, Ərbəyində iştirak edən zəvvarlar bilirlər ki, İslam inqilabının, xüsusən İran xalqının oradakı xidmətlərini, həm təhlükəsizlik baxımından, həm o həkimlik cəhətindən onların xidmətləri, həm qonaqlara yemək, içmək, digər maddi, mənəvi, bütün xidmətlər. Yəni, bunlar hamısı nəyə qayıdır? İslam inqilabına. Bəli. Bugünkü inqilabın bəhrəsidir bu izdiham. Bu izdiham ki, görürük, gərək burada həm İmam Xomeynini yad eləyək, həm şəhid rəhbəri yad eləyək. Bunlar çox mühüm məsələlərdir. Bunlar biz dəfələrlə görmüşük, şəhid rəhbərimiz düzdür ki, müəyyən səbəblərdən iştirak eləyə bilmirdi. Amma çox istəyirdi bu şeylərdə iştirak eləsin. Amma çox ciddi tapşırıqlar verirdi.
zəvvarların asayişindən ötürü, zəvvarların problemlərinin həllindən ötürü birbaşa özləri rəhbərlik eləyiblər. Bəli. Bunlar hamısı mühümdür və Mən gərək onu Hazır qeyd edim. sözə qüvvət Buyurun. istəyirəm. Bu vilayət fəqih məsələsi əgər meydanda olmasaydı, qüdrət sahibi olmasaydı, Mən də vilayət onu işarə etmək fəqihi istəyirdim. Seyid, əslən hərəm qalmayacaqdı, hələ Bəli, qalsın bəli. Ərbəyin ziyarəti. bugünkü zəvvarların toplanması bir ayrı söhbətdir. Onların huzur asayişlə gedib gəlməsi Bəli, ki bəli. var. O birbaşa Şiənin heybətidir ya, Şiənin qüdrətidir. O mən bir şeir yazmışdım, oradan bir misra Bəli. deyim. Şiənin heybəti dünyanı salıb vahiməyə. Bəh. Və həqiqi mənada, yəni o vahimədən hamı çəkildi, rahat şəkildə gedir. Müdaxilə eləsinlər görüm o İslam düşmənləri, Şiə düşmənləri eləyə bilmirlər. Çünki inan ki darmadağın eləyərlər ha. Bəli. elə o işte. Bəli. Qırmızı Bu yolda kart. xüsusən şəhidlər də qeyd eləməliyik. Yəni bugünkü Hərəm asayişin müdafiəçilərin, kökündə hərəm müdafiəçiləri durur. Bəli. Onlar ki canlarından keçdilər, onlar ki ailələrindən, övladlarından keçdilər. Nəticəsi bu gün zəvvarın asayişidir. Bugünkü izdihamdır. Bunlar hamısı o dənə-dənə puzzle'lardır da. Həm məsumların sözləri, həm xanım Zeynəbin ziyarəti, həm üləmanın rəftarı, həm inqilabın töhfəsi, həm şəhidlərin addımları. Bunlar hamısı nəticədə yığılır. Bugünkü möhtəşəm Ərbəyin ziyarətini biz müşahidə edirik. Xan Mirzə müəllimin bir danışıqları ki var, mənim yadıma şəhadətdən gətirir saldı, şəhid rəhbəri saldı. Mən fikirləşdim ki, bir başqa bir verilişlərdə nəsə bir şey rəhbərimizə kitabi, bir şeirimiz olacaq bizim. Təbii ki, bir yox, çox şeir. Amma bir dənə beyt deyəcəm. Yəni Bəli, şəhid buyurun. rəhbərin yəni şəhadətindən sonra. Ondan sonra inşallah əgər icazə verirsinizsə, ikinci sualımızı İnşallah, müzakirə edərik. Bir beytdir, çünki şəhidlərdən və şəhid rəhbərdən danışsan və mən özüm üçün belə pis hesab edirəm bu beyti deməsəm. Təyin edən ey, oturasan evində, eşqin oxunun hara gəldiyini özün təyin edəsən. Ora getməyəcəksən, mənə gələcəksən. Söhbət budur. Təyin edən ey, eşq oxunun istiqamətin. Məşuqu oldun aşıqı ikən şəhadətin. Bir uzun bir şeir inşallah başqa bir vaxtda deyərəm, amma mən ki buradakı kəlmə dedi o eşq yolunda addımlamaqlar ki Bəli, var. bəli. Onu bir dənə mən elə sualımı onun üzərindən götürüb quracağam. Demək və bir də siz qeyd elədiniz o maddə dünyasının gücü yoxdur da Hüseyni şərh eləməyə. Bir dənə beyt deyəcəm yadıma ədəbiyyatdandır ki kimdir bu edib avləmin məğlubi məani. Yəni maddədən, surətdən nəsə əlamət yoxdur da. Yəni mənalara məğlub eləyibdi. Aləmin məğlubi məani bir saniyə əvvəldir ki, yoxdur ona sani. Kimdir bu göyü bir müjəsi ilə yerə tikmiş? Ol kəsdi ki, bəhreyinə tikib yəltəqiyanı. Kimdir bu qəbavdə görünən söylədi Sübhan? Buna bax. Kimdir bu qəbavdə görünən söylədi Sübhan? Ol kəsdi ki, Sübhan görünər açsa qəbanı. O ariflərdə belə bir söz vardı. Yəni Allah mənim əbamın altındadır. Belə bu Həllacı Mənsur Gil belə ifadələr işlədir. Yəni bizim o işlərlə işimiz yoxdur. Yəni o maddə aləmin onu izah eləyib. Niyə görə? Çünki zaman fövqəl zamandır. Fövqəl məkandır. Baxmayaq məkan var amma fövqəl məkan və fövqəl zamandır. Yəni İmam Hüseynin Ərbəyin ziyarəti. Mənim ikinci sualım bundan yorulmadınız ki. Yox. Mənim ikinci sualım bundan ibarətdir ki, niyə görə? Eşq yolu ki dedin. Baxın, bu indi Ərbəyinə bu cəmaət gedir, bu ziyarətə gedirik. İnsan seyretdə insanlar bir-birindən ünsiyyətdə olacaq. Səncə bu aqillərin yoludur, yoxsa aşiqlərin yoludur? Burada aqillərin yoludursa niyə çox diqqət olunmalıdır? Aşiqlərin yoludursa nələrə diqqət olunmalıdır? Ümumiyyətlə burada ədəb, ağlın ədəbi olmalıdır, eşqin ədəbi mi olmalıdır? Yoxsa burada misalsın aşiq gedir, ağıl hökm eləyir, aşiq də fədakarlıq edir, onu yerinə yetirir. Yoxsa bu hansı? Burada nələrə diqqət olunmalıdır? Hansı dəstədir sizcə? Yəni hər kəsin öz baxışı olardı. Məsələn mən şairəm, mən deyirəm ki, bu yolu gedənlər hamısı ariflərdir. Məsələn, şairlərdir və də sonra da başlayım nəzəriyyəmi deməyə. Sənin nəzərincə Seyid, bu yol aqillərin yoludur, aşiqlərin yoludur. Mən belə cavablandırım bunu.
aşiq, yəni öz məşuqunun sifətini almalıdır. Bəh, 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 bəh. İmam Hüseyn ziyarətinə gedənlər Aha. biz nəyə diqqət eləməlidir? Yəni Hüseynçi deyir ya, deyir Aha. Hüseynçi olmaq. Hüseynçi olmaq, Hüseynə aşiq olan gərək Hüseynin sifətlərini bilinsin. Yəni Hüseynin sifətlərinin özündə əks etdirsin. Aha. Bu çox mühümdür. Zəvvarlar ki, Kərbalaya gedilər, məxsən Ərbəyin gedib. Mən demirəm o Kərbalaya gedənlər bəzən adətən deyirlər, məsələn filan şeyləri götürsünlər yol üçün, nə bilim belə şeylərə diqqət eləsinlər. Biz oradan çıxmışıq. Biz deyirik ki, Kərbalaya gedənlər məncə deyirəm mərifətli ziyarətləri olması üçün Kərbala hədəflərini, Ərbəyin hədəflərini başa düşsünlər, Mən dərk başqa etsinlər. cür deyim, onu bir şairanə. Məsələn, deyirsən ki, filan şeyləri götürsünlər, çıxsınlar. Biz oradan çıxmışıq. Yəni çıxmışıq odur ki, filan şeyləri qoysunlar, çıxsınlar. Belə də demək olar. Mən nə bildiğimdə yəni sual batın yox, sual zəhərlənir. əsasında dedim. Yəni adətən yəni onlar ki ilk dəfə ziyarətə gedirlər. Onları ki məsələn ondan qabaqki gedənlərə təcrübələri var yolda necə məsələn ziyarət etsinlər və yaxud da ki təcrübəli olan şəxslərdən öyrənsinlər bəzi şeyləri. Amma mənim deyəcəyim, bizim deyəcəyimiz mühüm mətləb Ərbəyin ziyarətində budur ki, ümumiyyətlə Ərbəyin ziyarəti bizə nəyi çatdırır? Aha. Amma ona görə dedim Hüseynçi olmaq üçün gərək Hüseyni sifətləri özündə əks etdirəsən. Yoxsa əks alırsan Hüseynçi deyilsən, boş sözdən başqa. Yəni Ərbəyin ziyarətinə gedənlər əvvəla başa düşməlidirlər ki, İmam Hüseynin hərəkatını necə yaşatmalıdırlar. Əslində Ərbəyinin hədəfi budur. İmam Hüseynin hərəkatını yaşatmaq. İmam Hüseynin hərəkatı nə idi? Aşuranın bizə ötürdüyü mesajlar. O ki İmam Hüseyn qiyam elədi, zülmün qabağında, fəsadın qabağında, zülmlə qarşı-qarşıya durdu. Ədalətsizliyi qəbul etmədi və dövrün zalımına qarşı durdu. Aşuranın mesajları budur. Dini təhrifdən qorudu. Zəddinin dini yaşaması üçün şirin canından keçdi. Bunlar bizə Aşuranın hədəflərini, mesajlarıdır. Kərbalaya gedən şəxs Ərbəyinə gedən, Ərbəyin əslən Aşura ziyarətinin nə idi? Davamıdır da. Aşura qiyamının davamıdır. Ərbəyinə gedən şəxslər buna diqqət etməlidirlər. Birinci İmam Hüseynin hərəkatını yaşatmalıdırlar. Bu birinci məsələ. İkinci məsələ isə İmam Hüseynə yenidən beyət etmək. Ərbəyin budur da. Yəni Ərbəyin ziyarətinə gedən şəxs nədir? Mən gedirəm dövrün imamı ilə beyyətimi təzələyirəm. Yəni aşiqlik məncə sözdə qalmalı deyil, əməldə göstərməlidir. Mən bu məsələyə toxunuram. Əməldə göstərməsi nə etməlidir? Dediyim kimi İmam Hüseyn hədəflərini yaşatmalıdır. Dövrün şəhid imamı ilə İmam Hüseynlə beyyət etməlidir. Beyyətini yeniləməlidir Ərbəyin ziyarətində. Və ondan da əlavə İslami İmam Hüseynin qiyamlarını oyatmaqla yanaşı o təhrifləri İmam Hüseynə uzanan əllərin qabağında durmalıdır. Bunlar da Ərbəyin ziyarəti bizə öyrədir. Yəni Ərbəyin ziyarəti çox təəssüflər olsun ki, bu gün medialarda, yəni ki, medialar ki, hələ onun söhbətini eləyəcək, amma medialar ki, hal-hazırda təbliğ eləyir, düzgün təbliğ getmir. Ərbəyin ziyarəti yalnız sinə vurmaq, matəm deyil ki. Ərbəyin ziyarəti bir dənə ilahi şüardır. Ərbəyin ziyarəti sənin dinivi fərdiyyətdən çıxarıb ictimaiyyətə göstərəndir. Toplum ziyarətidir, ictimai ziyarətdir. Sənin dinivin qüdrətin göstərir. Şəhid rəhbər də nə deyir? Buyurur ki, Allah ona rəhmət eləsin, deyir ki, Ərbəyin İslamın gücüdür. Müqavimətin gücünün göstəricisidir. Ərbəyin ziyarətinin mesajı budur. Ərbəyin ziyarəti düşməni titrədir, soyuq müharibədə deyir, düşməni içdən da parçalayır. İndi təsəvvür eləyin, Ərbəyinə ziyarətə gedən şəxs bu fikirdən gedər. Bu fikirlə gedərsə, görün o Ərbəyin ziyarətində belədir, gör öz məntəqəsində, gör öz həyatında onda nə qədər dəyişikliklər baş verir. Necə Hüseynçi yaşayır. Və mən yuazzim şəairallahi fə innəhə min təqval qulub. Kim Allahın nişanələrini, şüarlarını uca tutarsa, bu qəlblərin təqvasındandır. Yəni təqvalı insanlar Allahın şüarlarını uca tutarlar, yaşadırlar. Ərbəyin ilahi bir şüardır.
Bunu yaşatmaq bizim vəzifəmizdir. Əgər biz həqiqətən də aşiqiksə, həqiqətən də İmam Hüseynə aşiq, onun yolunu getmək istəyiriksə, gərək İmam Hüseynin hədəflərini yaşadaq da. Gərək İmam Hüseynin hədəfləri ilə yaşayaq və yaşadaq. Budur aşiqun, məşuqun sifətini almaq. Yəni mən elə başa düşürəm və çox təəssüflər olsun ki, bu günləri cəmiyyətimizdə bu böyük boşluq bilinir. İstəyir mübəlliğlər tərəfindən olsun, istəyir dəfələrlə Ərbəyin ziyarətinə getmiş şəxslər tərəfindən olsun ki, bu Ərbəyin ziyarətini çox məhdudlaşdırıblar. Gətiriblər yalnız mərsiyə ilə, yalnız ağlamaqla, ancaq ziyarət, bəli, ziyarət mühümdür, ağlamaq mühümdür, mərsiyə də bunlar da bizim ziyarətimizin bir parçasıdır, İmam Hüseyn məktəbinin bir parçasıdır, amma önəmli deyil. Önəmli budur ki, sən İmam Hüseyn hədəflərini yaşayasan, yaşadasan. Budur Ərbəyin ziyarətçisinin diqqət edəcəyi məqamlar. Bəli də mən bir bayaq ki dedik ki, qəşəng sözdür, aşiq məşuquna bənzər. Mövlanadan belə bir söz vardır ki, eşq əvvəlcə məşuqdan başlar. Ondan sonra aşiq olunur. Eşq əvvəlcə məşuqdan gələr. O söz və qüvvət izlədir ki, məşuq ki, əzəl aşiqə öz meylini saldı, aşiq də dönüb məşuqunun rəngini aldı. Aşiq məşuqa bənzəməlidir. Amma nələrə diqqət olunmalıdır? Mən biraz bu sualı verəndə biraz başqa cür, məsələn, irfani tərəfləri nəzərdə almışdım, amma çox gözəl yerlərə toxundu ya. Nə? Biz çay paylamaqda taxılıb qalmalı deyilik, Türklər demişik. Masaj eləməkdə da, yəni Ərbəyin bundan ibarətdir. Düz, oradakı insanların bir-birinə olan rəftarı, davranışların, məsələn, gəlib bir 10 gün belə yaşaya bilirəmsə evdə ailəmlə, uşağımla ya ətrafımla, hardasa mən Ərbəyindən bir şeylər əldə eləyə bilmişəm. Nələrsə də, misalsın, heç olmasa insandan insan, yəni misalsın İmam Hüseyin öz qatili ilə necə məhəbbətlə davranırdı. Məsələn, mən də o cür məhəbbətim ətrafıma yaya bilirəmsə, Ərbəyindən bir şeylər hasil eləmişəm. Amma Ərbəyinin sırf mesajı məhəbbət də deyil. Ərbəyinin sırf mesajı, yəni məhəbbət və sevgidir, bəli, bu eyvallah, məlumdur. Amma burada nətərimsə mücadilə var, buradan fədakarlıq var, burada zalimlə qarşı-qarşıya gəlmək var, burada misalsın iffət var, xanım Zeynəb iffət var, diş ayaq üstə durmaq var və s. və ilaxır. Yəni, nələrə daha çox diqqət olunmalıdır və nələrə daha çox ilişib qalmalı deyildir ki, onda ilişib qalıblar Ərbəyin ziyarətində. Bax, sualımızın xülasəsi bundan ibarətdir və sən nə deyə bilərsən Ustad bu barədə? Elə həm siz, həm Aseyid yaxşı nöqtələrə toxundu. Mən də cəm eləmək istəsəm, sanki nələrə diqqət olunmalıdır mövzusunu 3 yerə bölə bilərik. Məsələn, ümumi, xüsusi və əxəs, daha xüsusi. Məsələn, ümumi budur ki, insan birincisi niyyətini xalisləşdirməlidir. Ziyarətə çıxıb. Sırf Allaha görə bu ziyarətə gedir. Ən əsasda Seyid buyurduğu kimi Həzrəti Hüseynin amalını yaşamaqdan və yaşatmaqdan ötürü gedir. Bəzən bu cür şeylərə də deyirlərə diqqət edin. Məsələn, ümumi də, məsələn, zəvvarsan, digər zəvvar yoldaşlarına xidmət edəsən, fədakarlıq göstərərsən yol boyu. Ya məsələn, orada zəhmət çəkən xeymələr quran, o xeymələrdə çalışanlara kömək eləyəsən, imkanın qədər. Adi, məsələn, təmizliyə riayət eləməklə. Özün məsələn, atacağın şeyləri yerinə atasan. Misal olaraq. Ümumi bu cür şeylər demək olar. Məsələn, zəvvarlar gəlir, diqqət eləsinlər, bu lazımdır. Məsələn, bir nəfər aşiqdir, amma gedir işləri körüz gəlir. Adi, məsələn, primitiv şeylərə əməl eləmir. Zibili hara gəldi atır, onu orada incidir, bunu burada təhqir eləyir. Belə olmaz ki, bu İmam Hüseyin zəvvarı adına yaraşmır. Xüsusi budur ki, şiələr tarix boyu müxtəlif məntəqələrdə yaşayıblar. Məsələn, Xorasanda, Mədinədə, Əhvazda, Bəsrədə, müxtəlif coğrafi məkanlarda. Şiələr sanki təsbehin dənələrinə bənziyirdilər. Müxtəlif nöqtələrdə yaşayırdılar. Amma bu təsbehin dənələrini bir-birinə bağlayan bir
bağ olduğu kimi, şiələri də bir-birinə bağlayan mühüm bir bağ var. Onun ətrafında cəmləşmişdilər. Bu imamət və vilayət bağıdır. Bəli. Ərbəyinin belə bir xüsusiyyəti var. Mən çox xülasə gəlmək istəyirəm. Şəhid rəhbərimin bu barədə bir təfsilatı bəhsi var. Xülasəsi budur ki, Ərbəyin ziyarətinin belə bir funksiyası var. Tarix boyu ki, şiələr müxtəlif məntəqələrdə yaşayırdılar, ancaq öz şəhərindəki şiələri tanıyırdılar. Bir-birləri ilə rabitələri az idi, irtibatları az idi. Amma Ərbəyin şiələri müxtəlif şəhərlərdən, kəndlərdən yığıb bir dənə məkana gətirir. İmamlar bunu təyin edəndə sanki bu cümləni deyiblər. Ərbəin şiələrin ümumdünya toplantısıdır. Bəli. Ərbəin şiələrin ümumdünya konqresidir. Şiələrin bu konqresə ehtiyacı var. Bu toplantıya ehtiyacı var. Niyə? Çünki bunlar bir-birlərini tanısınlar. İndi ola bilər biz işarə edək. Çünki biz deyirik Ərbəin, bu izdiham, bu başlanğıcdır zuhur üçün. Gərəkdir şiə bir-birini tanısın. Gərək şiə bir-birinin müşkülləri ilə, problemləri ilə tanış olsun. Yəni zuhurun Bəli, zuhurun müqəddiməsidir. Bunlar bir-birlərinə kömək eləsinlər. Əgər zəvvar bu cür düşünür gedirsə, bu ümumilikdən çıxır, xüsusiləşir. Xüsusi baxışla baxır Ərbəyinə. Mən gedirəm müxtəlif coğrafiyadan, müxtəlif kəndlərdən, şəhərlərdən gələn şiələrlə məsələn tanış oluram, onlarla ünsiyyət qururam, onların məsələn müşkülləri ilə tanış oluram və yaxud da bu irtibatımız nəhayətdə zuhura hansı töhvəni verə bilər? Bu tanışlıq hansı töhvəni verə bilər? Xüsusən elə bir zamanda ki, şiə düşmənləri başımızın üstünə alıb, belə bir məqamda bu toplantı göydən düşmə bir nemətdir. Ərbəyin toplantısı. Biraz da bunu xüsusiləşdirsək, yəni əxəs yanaşsaq məsələyə, o da budur ki, məsələn Ərbəyin zəvvarı gedir İmam Hüseyn ağanı ziyarət edir, ağlayır, hüzünlənir. Ağlamağın barəsində iki cür söz deyirlər. Bir söz budur ki, ağlamaq mümkündür insanın daxili hisslərindən qaynaqlanır. Bəli. Əgər bu olarsa, məsələn, insan ağlayandan sonra müəyyən qədər rahatlaşa bilir, aram ola bilir. Bunun özünün faydası var. İnsanın fiziki durumuna və s. Bir də var, ağlamağın özü imandan doğur, təfəkkürdən doğur, düşüncədən doğur. Həzrət Hüseyn zəvvarı Həzrət Hüseyn əleyhissalama doğru düzgün şəkildə ağlayarsa, əməli surətdə Həzrət Hüseynin amalını həyata keçirdəcək. Məsələn, biz tarixə baxaq. Həzrət Hüseynin inqilabından sonra Təvvabin qiyam eləyir. Necə qiyama başlayır? Gəlirlər Həzrət Hüseyni ağlayırlar. Əhd bağlayırlar, qiyama çıxırlar. Və yaxud da digər qiyamlar. İbn-i Təbatəba qiyamı. Məsələn, Əbbasilər dövründə baş vermiş məşhur qiyamlardandır ki, gəlirlər Həzrət Hüseyni ağlayırlar, əhd bağlayırlar, qiyama çıxırlar. Ya Muxtarın qiyamı, ya digər qiyamlar. Həzrət Hüseynə axıdılan göz yaşları Hüseyn zəvvarını hərəkətə gətirir. Bu barədə maraqlı söz var, deyilir ki, əgər ağlamaq imandan, düşüncədən, təfəkkürdən doğarsa, o zaman bu göz yaşı alovun közün üzərinə tökülən yağa bənzəyir. O yağ ki, közü alovlandırır. O yağ ki, alovu biraz da genişləndirir. Nəinki adi su. Ona görə Həzrət Hüseynə ağlayanlar əməli surətdə Həzrət Hüseynin amalını həyata keçirdiblər. Səbəbi budur. Bunların ağlamağı təfəkkürdən olub. Ona görə şəhid rəhbərimiz burada deyir, bu sevgi, bu eşq Ərbəyin ziyarətində bəsirətli bir eşqdir. Yəni bəsirətlə eşq bir yanda olanda, bir yerdə olanda həqiqətən dediyimiz o hədəflər yerinə yetirmiş olur Ərbəyin ziyarətçisi tərəfindən. Bəli, məsələ budur ki, əgər zəvvar bəsirətli şəkildə Həzrət Hüseynə zəvvar olarsa, Həzrət Hüseynə ağlayarsa, o harda olsa zülm görəndə narahat olacaq. Elə fikirləşəcək ki, mən bir yolla olursa olsun, hər nə yolla olursa olsun, mən zülmün qarşısını kəsim. Məzlumu difa eləyim, məzlumu müdafiə eləyim, zalimin müqabilində durum. Həzrət Hüseynə
axıdılan göz yaşı hisslərdən ibarət olarsa, elə mən ərbəyində ağlayacam, qayıdacam öz işimin dalınca. Amma təfəkkürdən doğacaqsa, düşüncədən doğacaqsa, Həzrəti Hüseynə mərifətdən doğacaqsa, mən də gələcəm əməli surətdə. Deyəcəm ki, harda zülm varsa, Həzrəti Hüseyn tək mən gərək o zülmün qarşısında durum. Budur insanı təhrik edən və bu daha xüsusi zəvvarın xüsusiyyətidir. Hacı, mən bir söz deyim. Bu ki, işarə elədiniz bu məsələlərə, mən deyirəm, zəvvarları da maarifləndirmək lazımdır. Mütləq. Çünki bu şeylər ki deyirik və yaxud da ki məsələlərə işarə edirik, dediyiniz məsələn o göz yaşı təfəkkürdən, mərifətdən irəli gəlməlidir. Bu İmam Hüseynin həyatı ilə, qiyamı ilə tanış olmayanlar necə bunu eləsinlər? Ta ki ağlasınlar, elə bilir ki İmam Hüseyn öldü, bizi uşaqda necə deyərdilər? İmam Hüseyn öldü, məsələ qutardı və biz elə ölüyə ağlayırdıq. Amma ağlamağı düzgün şəkildə cəmiyyətə təbliğ etsə, elə özümdə deyirəm, həmişə iradı görəndə çalışan birinci özümdə görüm o iradı. Çünki biz təbliğ edirik, biz danışırıq. Gərək cəmiyyəti məsələləri açıq aydan deyək. Cəmiyyət ziyarət eləyəndə mərifətlə ziyarət eləsin. Və belə ziyarətdə sizin dediyiniz məsələlər həll ola bilər. O sevgini mərifətə çevirmək ki var acı. Bəli. Mərifət, sevgi, bizim kör-körana sevgi. Kör-körana sevgi. Yəni səni hələ belə müəyyən bir müddət var. Bir dəfə gedərsən, iki dəfə gedərsən, üçüncü dəfə həmin o sevgi çevrilər masaj sevgisinə, çay sevgisinə. Ya nə bilim orada. Səthi qalar. Hə, oradakı nə bilim kabab verirlər, nə bilim nə verirlər, meyvə, o sevgiyə çevrilir. Bəli. Amma o sevgini mərifətə çevirmək üçün bəli ruhaniyyətin boynunda bu günlərin məsələn həqiqi böyük məsuliyyət var. Ki müəyyən maarifləndirmələr var, düzgün maarifləndirmələr. Ha yoxsa ki məsələn nə bilim ora gedirsən belə eləyirlər, başla ərbəyindən danışmağa belə eləyirlər. Amma ərbəyinin mahiyyəti nədir? Onu yəni bunun üçün mütləq maarifləndirmək lazımdır. O sevginin mən yəni sənin 100% yəni razıyam ki, o sevgi kör-körana gedənlərimiz çoxdur, həddindən çoxdur. Bu saat soruşsa niyə getsən, ərbəyin davam gedir, mən gedirəm. Belə bir şeylər var. Təşəkkür edirəm həqiqətən bu mövzu barədə. Mənə belə gəlir ki, geniş bir danışdıq. Bir xüsusi bir dənə də bayaq ağadan ki bir söz dedin. Yəni ümumi dünya bir yəni toplantı. Adıca elə bir reçoyuna getmək, İran-İraq savaşında xalqların bir araya gəlməsinin əsas nədəni Ərbəyin oldu. İran-İraq savaşı, yəni olmuş bir iki dövlət, bunların xalqlar bir-birindən ayrılmış da, bunların yəni bir araya gəlməsinin səbəbi nədəni Ərbəyin oldu qardaşım. Bu düşmənçiliyi məhəbbətə çevirib. Məhəbbətə çevrildi. Mən təşəkkür edirəm. Eyni zamanda söhbət nədəndə burada? Söhbət biz danışdıq Ərbəyində belə olur, Ərbəyində bu Ərbəyin belə bir ziyarətdir. Amma bu Ərbəyini necə ziyarət olduğunu, necə bir toplantı olduğunun təqdimatı təəssüflər olsun ki, həm bizim özümüzcə bir əksdir. Və düşməndirsə bir başqa cürdür. Fikir verirsən, yəni özümüzə düzgün təqdimat apara bilmirik mediada, bu yandan da düşməndəki daha məlumdur. O düşmənin bu mediası nədən ibarətdir ümumiyyətlə? Yəni əvvəlcə bunu bir tanıtdırarıq. Məsələn, Ərbəyin niyə görə bu cür Ərbəyin kimi bir dənə ziyarəti, yəni belə bir insan selini, belə bir ictimai axını media gündəmə gətirmir? Məsələn, qərb mediası, xüsusən qərb mediası. Bunun səbəbləri varmı? Məsələn, bu ilahi yığıncaq, məsələn, dünya mediası bu ilahi yığıncağı layiqincə işıqlandırırmı? İşıqlandırmırsa niyə? Yəni, Ərbəyin bunun qarşısında hansı alternativdir? Bu qərb mediasının, dünya mediasının qarşısında hansı alternativdir? Niyə görə? Üst-üstə düşmürmü? Və eyni zamanda bizim öz mediamız bunu düzgün işıqlandırırmı olduğu kimi? Səndən başlayaq Xan Mirzə müəllimlə. Necə istəyirsiniz? Xan Mirzə müəllim biraz danışdı. Buyurun. Dünya mediası, siz işarə elədiniz qərb mediası. Əvvəla istəyirəm ki, müxaliflərə, o şəxslər ki, həqiqətən dünyada Ərbəyin layiqincə işıqlandırılmır. Sonra da bizdə olan nöqsanlarda inşallah işarə edəcəyik. Əvvəla, bəli, mən deyirəm ki, dünya mediası niyə Ərbəyini işıqlandırmır? Birbaşa demək olar ki, bunu qəsdən edirlər.
Yəni bəzi bəhanələr gətirə bilərlər ki, coğrafiya fərqlidir, nə bilim, mədəniyyət fərqlidir, işıqlandırmırlar, amma elə bilirəm ki, bu qəsdən olunur. Niyə? Çünki biz bundan qabaq da bir neçə Aşura hədəflərini işarə elədik. Ərbəyin, onun Aşura qiyamının davamıdır. Amma İmam Hüseynin qiyamı nəyə görə idi? Zülm və haqsızlığa qarşı idi, düzdür? Bəli. Belə olan halda, yəni bu müqavimət İslam müqavimətinin mesajıdır da. Qərb mediası ki, bugün İslamla düşməndir. İslam müqavimətini məhv eləmək istəyir, aradan aparmaq istəyir. Sizcə Ərbəyin ziyarətini onlar insanlar üçün işıqlandırarlar? Seyid, mən biraz başqa cür yaxınlaşıram icazənlə. Bax yenə düşmənçiliyi qoyaq bir qırağa. Hələ düşmənçilik səviyyəsinə gəlib çatmayıbdı. Düşmən ola biləcək səviyyəsi yoxdur. Mən fikirləşirəm ki, bunlar qorxurlar. Bax yenə bu fikrə. Çünki Qərb mediası, dünya mediası, yəni bunlar cəmiyyətə, bəşəriyyətə başqa bir şey təqdim edirlər. Elə ona da Ərbəyin gələcəkdir. gəlir çıxır bu yandan başqa bir şey təqdim edir. Aydındır, bu bundan danışmağa qorxur. Axı sən dünənə qədər bunu belə deyirdin. İndi durub sən öz dediyin əksinə deyirsən. Bunun səbəblərindən birincisi qorxudur. Qorxu da elə budur da. Məsələn, İmam Hüseyn qiyamı nəyə görə? Haqsızlıq, zülmlə mübarizədir. Aha. Bunlar özü zülmün başıdırlar. Bunlar zülmkarlar. Bunlar necə zülmlə mübarizə aparan bir dənə böyük bir toplumu gəlsinlər, nümayiş elətdirsinlər. İkinci məsələ budur ki, ümumiyyətcə Ərbəyin ziyarəti ilahi vilayətin təqdimatıdır. İlahi vilayətin təqdimatı indi biz işarə eləyəcəyik ki, zuhur üçün zəminədir. Yəni nə? Yəni budur ki, Vəliyullahı insanlara düzgün çatdıran bir dənə necə toplumdur. Hacı Xan Mirzənin işarə elədiyi böyük bir toplantıdır. Təsəvvür eləyin, küfr cəbhəsi nəyin müqabilindədir? Şeytanın vilayəti Allahın vilayətinin qabağındadır. İndi bunlar gəlsinlər ilahi vilayəti cəmiyyətə təqdim eləyən Ərbəyin yürüşünü insanlar üçün işıqlandırsınlar. Üçüncü məsələ isə sizin də belə işarə elədiniz. Əsrlər boyu Qərb nəyi insanlar üçün inkişaf mənbəsi qoyub, inkişafın mənşəyi kimi çatdırıb? Sərvəti, pulu, maddiyyatı. İndi gəlin Ərbəyinə baxaq. Ərbəyində elə bir şey var. Ərbəyində əksinə sən canından keçsən, malından keçsən. Görürsən ki, İraqlılar və yaxud da ki, İrandan gedən və digərləri öz evini, öz malını insanların ixtiyarında qoyur, insanlara xidmət eləyir. Bunu tutaq ki, deyək, Qərb mediası illər boyu maddiyyatı insanların inkişaf mənşəyi adlandırır, inkişafın səbəbi adlandırır. İndi gətirib bunu təqdim eləsin ki, əksinə burada insanın təkamülü görsənir. Amma nəyə? Maddiyyatdan qeyri bir şey. Mənəviyyatın. Öz dediyinin əksidir də. Öz dediyinin O əksidir. məsələ budur. Göz yaşını zəiflik hesab edir. Elədir. Ərbəyin isə göz yaşını bir şərəf sayır. Bəli. Ağladıqca kişi bir qeyrət olur. Məsələn, Sabirin də şeirlərində var. Yəni kişi məsələn ağlamağı zəiflik sayır, amma yəni ağlamaq məsələn Hüseyn nədir, yəni Ərbəyin nədir? Ağlayarsan, bayaqlar onu dedin, göz yaşı birbaşa hərəkətə keçirsən. Yəni Ərbəyin bunun tamam əks alternatividir. Mən Hacı Xan Mirzə bu mövzuya bir-iki dənə, yəni bu sualı yazanda bir-iki dənə bu Qərblə Ərbəyin haqqında, yəni bunların fərqini bir 3-4 dənə sözlə, yəni cümlə yazmışam. Çox deyə, yəni əsas 3-4 dənə. Məsələn, Ərbəyin nə verir insana? Hə? Və dünya mədəniyyəti, Qərb mədəniyyəti nə verir? Ərbəyin məzlumun fəryadını ucaldır. Qərb mədəniyyəti zalimin səsini güzəldir. Eynən elədir, bax, bayaqları sən dediyin kimi. Sonra, Ərbəyin Allahın varlığını xatırladır. Qərb mədəniyyəti Allahın varlığını unutturur. Var, hansı, qurban olurum sənə, nəyində var, harasında var Allah onun yumurta şey, nədir o yumurta festivalı keçirdirlər. Nə bilim, qəribə festivallar keçirdir. Orada haradasa Allah var bu. Yəni, dünya mediası bunu neyinirlər bizə? Bunu verib təqdim ediblər. Bu nə biz onlara Ərbəyini verəndə, bunlar bunu təsdiqləmirlər. Təsdiqləsələr özlərini inkar eləmiş olurlar. Maraqlarına ziddir. Sistemləri çökürlər. Özlərini inkar eləmiş olurlar və təsdiqdən budur ki, biz də bunu müəyyən, yəni düzgün mahiyyətin görə bilmədiyimizə görə
düzgün çatdıra bilmirik Seyid. Ya Allah. Mən istəyirəm Hacı Bəli, səbəb buyurun. bir məsələyə işarə eləyim. Bu indi növbəti elə biləm salda buna toxunacaq. Ərbəyin ziyarəti İmam Məhdinin zühurunun simvollarından biridir. Yəni Ərbəyin elə bir ki, zəminətdir zühur üçün. Bu da Qərb mediasını çox narahat eləyir. Dəfələrlə baxmısınız Hollywood filmlərinə. İnşallah indi adam fürsət olar növbəti verilişlərdə məxsusən o məsələlərlə maraqlı İmam Zaman ağanın zühuru barəsində ayrıca bir proqram təşkil eləyər. Amma görürsüz Qərb mediası və yaxud da ki Hollywood filmləri əksinə İmam Mehdiyə, İmam Zamana qarşı təbliğlər eləyirlər. Belə olan halda bu media ki bunların əlindədir, bu anti-təbliğlərlə məşğuldurlarsa, necə ola bilər ki İmam Zaman ağanın zühurunun simvollarından biri olan, onun üçün zəminə yaradan bir böyük yürüşü gətirsinlər, təqdim eləsinlər. Bu da mühüm məsələdir və digər məsələlər də ki var, inşallah Hacı işarə eləyər. Vaxt qalsa mən də özümdə toxunaram. Elə dediklərinizi cəm eləsək, xülasə eləsək, bəli, bugün Ərbəyin zəvvarının sayının ölçüsünə görə, miqyasına görə dünya mediasının fəaliyyəti, Ərbəyin istiqamətindəki təbliğatı tam əksinədir. Yəni tərs mütənasibdir. Ya dünya mediası xüsusən ilkin vaxtlarda tam sükut elədi, sükut fitnəsi adlanır bu. Bu fitnədən qaynaqlanan bir sükut idi. Səsini çıxartmadı. Yəni milyonlarla insan böyük bir izdihamlı şəkildə Ərbəyin ziyarətinə toplanıb. Təsəvvür edin, adi bir hadisəni işıqlandıran media platformaları milyonluq bir hərəkatı görməzdən gəlirlər. Əlbəttə bu sükut çox davam edə bilməz. Ona görə tam sükut rejimində gedə bilmədilər. Keçdilər başqa bir rejimə. Bu da təhrif. Məsələn, Ərbəyin barəsində danışdılar. Məsələn, Qərb mediası və s. 2 dənə yaxşı söz dedilər, 3 dənə pis söz dedilər. Başladılar təhrif eləməyə. Yəni gizlədə bilmir. Amma təhrifi ki bacarır. Təəssüflər olsun ki, bugün bir çox məsələlərimiz bu istiqamətdədir. Düşmən mediası tərəfindən insanlara ötürülür, amma təhrif olunmuş formada. Demək istəyirəm ki, düşmən təbiidir bu cür yanaşmalı idi. Düşmən İmam Hüseynin müqabilində duran cəbhədə durub, bunu gizlətməyə çalışdı, gizlədə bilmədi, təhrif elədi. Amma bizim üzərimizə nə düşür? Biz əksinə. Məsələn, hər bir zəvvar, bugün hər bir zəvvarın əlində müəyyən qədər imkanlar var. Məsələn, telefon var və s. vasitələr var. Bunlardan istifadə edib Ərbəyin ziyarəti boyunca çəkdiklərindən, gördüklərindən, eşitdiklərindən paylaşımlar eləsin. Hər bir zəvvarın öz çevrəsi var. Məsələn, bu paylaşımlarda onu izləyənlər var. Bəli. Hər bir zəvvarın üzərində bu məsuliyyət var. Bu məsuliyyət bizim üzərimizə Əhl-i Beytdən qalıb. Aşuranın yaşanması media sahəsində Əhl-i Beytə söykənir. Xanım Zeynəb salamullahi aleyha, İmam Səccad əleyhissalam öz fəryadları ilə Aşuranın ilahi mediasına çevrildilər. Xanım Zeynəb, İmam Səccad əleyhissalam çətin bir dövrdə, Yezidin hakimiyyəti dövründə bu ilahi medianı yaratdılar. Sakit durmadılar. Elə bir dövrdür ki, misal olaraq hər kəs bir zaman gəldi ki, həqiqəti başa düşdü. Xüsusən əsirlikdən sonra. Başa düşdülər, bunları Əhl-i Beytdilər. Başa düşdülər, Yezid kimdir? Onun müqabilindəkilər kimdir? Çünki əvvəl media dumanı var idi ortada. Məsələn, İmam Hüseyni xarici adlandırmışdılar. Ona qarşı ona görə kütlə toplanmışdı. Bir zamandan sonra bildilər, bu Əli qızıdır. Bu Əli övladıdır. Bunlar Əhl-i Beytdilər. Həqiqəti başa düşdülər. Amma həqiqəti başa düşsələr də müsəlmanlar səslərini çıxarda bilmədilər. O məşhur söz var, Şəhid rəhbər də buna işarə eləyir. İstibdad və boğucu mühitin əlaməti var. İstibdad və boğucu mühitin əlaməti budur ki, insanlar həqiqəti başa düşür, amma aşkar eləyə bilmir, danışa bilmir. Belə bir məqamda xanım Zeynəb danışdı. Belə bir məqamda İmam Səccad əleyhissalam danışdı. Harda danışdı? Küfədə, Şamda, çox çətin
məkanlarda. O yerlərdə ki, zülmət Meydan hakimiyyət. düşmənin meydanı. Bəli, meydan düşmənin meydanı idi. Yəni demək istəyirəm ki, Ərbəin xanım Zeynəb salamullah əleyha, İmam Səccad əleyhissalam ki, gəlir İmam Hüseyni ziyarət edir Ərbəyində. Bu ilahi medianın təzahürü idi. Gəldilər, həqiqətləri insanlara çatdırdılar. Ona görə deyirlər ki, Ərbəin Aşuranın ilahi mediasıdır. Bəli. Ona görə biz şiələrin, biz Əhl-i Beyt məktəbinin ardıcıllarının üzərində həm də bu missiya var ki, xanım Zeynəb kimi, İmam Səccad əleyhissalam kimi Aşuranın həqiqətlərini insanlara çatdıraq. Yəni media fəaliyyətimiz davam eləməlidir. Necə ki, bugün veriliş qurmuşuq, bugün zəvvarlar ki, İmam Hüseyn ağanın ziyarətindədirlər. Hər birinin üzərində məsuliyyət var ki, bacardıqları qədər, gücləri çatdıqları qədər İmam Hüseynin həqiqətlərini dünya insanına çatdırsınlar. Nə olsun ki, qərb mediası bunun qarşısını alır. Amma bu qarşısı alınmazdı. Bu seldir ki, gedib öz mənbəsinə çatacaq və nəhayətdə bütün insanlar İmam Hüseynin və onun hərəkatının həqiqətindən tanış olacaqlar. Vallahu mutimmu nuruhu və ləv kərihəl Bəli, kafirun. bu işin Allah başındakı izin Allah durur. Bunu inşallah İmam Zaman ağanın zuhuruna Bəli, yetişdirəcək. İnşallah. Hacı bu zuhur ki qeyd elədin, mənə də bu zuhurla əlaqəli bu Ərbəin və zuhurun əlaqəsi haqqında bir 4-cü sual hazırlamışam. Amma o istəyirəm bir sualı əvvəl bir dənə şeirlə deyim. Bəli. Şeirdən tutacaqsınız nə istədiyimi. Kiçik bir şeirdir. Ərbəin göydəki məstanələrin iksiri, Ərbəin yerdəki divanələrin zənciri. Gecə göylərdə bir ulduz axışını izləmədir. Sübhəcən yatmayaraq gün çıxışın gözləmədir. Gecəyə göz yumaraq sübhə qucaq açmaqdır. Sübhü ağuşa alıb eşqə tərəf qaçmaqdır. Bu qaçışlar, bu gedişlər o gəlir müjdəsidir. Bizim addım səsimiz yox, onun addım səsidir. Ərbəyinin zuhura və zuhurda hansı rolları var? Bax, sualım budur. Belə bir özüm üçün belə qənaəti gəlmişəm ki, zuhur Aşura sübhüdür. Aşuradan zuhura gedən, yəni o gecədən sanki bir gecədir də, o gecədən sübhə gedən yol Ərbəyindir. Yəni bu Aşuradan sən zuhura gedərsən Ərbəyinlə. Ərbəyinin zuhurda nə kimi rolu var? Bax bu çox maraqlıdır ya hamıya. Yəni bütün hər bir gecə. Kör-körana da gedənimiz var, bilərəkdən gedənimiz də var, bu məqsədə gedənlər də var. Bu dəfədə də sizlə başlayayım. Həzrəti Peyğəmbərimizin gözəl bir hədisi var. Buyurur ki, əfzəlul əməli ümməti intizarul fərəc. Ümmətimin əməllərinin ən üstün, ən fəzilətlisi fərəcin intizarını çəkməkdir. Allah rəhmət eləsin, şəhid rəhbərimiz bunu hədisi şərh eləyəndə gözəl deyir. Adı intizar nədir? Elə bir fikrimizdə formalaşıb. Yəni intizar gözləmək. Əlini üzərinə qoy, otur gözlə, intizar çək. Amma şəhid rəhbər Seyyid Əli Ayətullah Xameneyi buyurur ki, fərəcin intizarı elə deyil. İntizar, yəni sən aktiv olasan, fəaliyyət göstərəsən, imamın zuhuru üçün zəminə yaradasan, intizar çəkəcək. Bu deyədilər buna fərəcin intizarı. Yəni imamın zuhuru hansı vasitələrlə, yəni bir zəminə yaradasan, ağa gəlsin, zuhurun tezləşməsi üçün. Buna deyərlər muntəzir. Bu şəxsə deyərlər muntəzir, yəni intizar çəkən. Ərbəin bunun predmetlərindən biridir. Yəni bu intizarın əsl intizarçısının ki, Ərbəin ziyarətinə gedir və ya işarə elədiyimiz kimi o hədəfləri yaşadır. Deməli, həqiqətən intizarçı aktiv əməldədir. Əməldə öz İmam Zamana intizarını göstərir. Yəni mən intizarçıyam, sənin zuhurun intizarındayam. Bununla belə Ərbəin ziyarətində Hüseynin hədəflərini yaşadıram. Qiyam eləyəndə özünü ağamız, mövlamız İmam Hüseynin övladı kimi, onun yad və yaxud da ki intiqamını alan kimi tanıtdıracaq. Bu özü böyük bir sözdür ya.
Yəni Ərbəyin ziyarəti insanlar ki, öz şəhid imamlarına tərəf gedirlər, bunu göstərmək istəyirlər ki, biz bu günləri Allahın höccətinə dəyər veririk. Allah yolunda şəhid olmuş imama dəyər veririk. Bu günləri diri imamımız da gəlsə, biz onun qabağına gedərik, onu qarşılayarıq. Bu birinci məsələsin rabitədir. Digər məsələlər də var. Siz bayaq da gözəl məsələlərə işarə elədiniz ki, məsələn çay paylamaq, məsələn Ərbəyində xidmət eləmək, o nəyi göstərir? Vəhdətliyi göstərir, həmrəyliyi göstərir. Bunlar hazında işarə elədiyi kimi, indi elə toxunduğumuz mətləblərin elə biləm cəmin burada söhbət edir ki, birləşdirək, uyğunlaşdıraq. Aha. Yekun nəticə budur. Yəni həmrəylik, bir-biri ilə bağlılıq, şiələrin bir-biri ilə tanışdığı, bunlar zuhurun əlamətlərindəndir ya. Yəni bunlar zuhur üçün zəminəsizdir. Zəminə düzəltməkdir. İmam Zaman ağanın dövründə belə olacaq. Baxın Ərbəyinə neçə və də kliplərdə qabağımıza çıxıb görürsən ki, xristianlar da gəlir. Bəli. Tək 12 imam şiəsi yox. Digər şiə firqələrindən olanlar da gəlirlər. İmam Zaman ağanın hakimiyyət dövrü də belə olacaq ya. Hamısı bir dənə hökumətin bayrağı altında. Ərbəyinə baxın, fərqi yoxdur sən hardansan, kimsən, hansı məzhəbə qulluq edirsən. Sən İmam Hüseyni zəvvarsan, sənə xidmət olunur. Məgər bu imam, bu vəhdətlidir, bu həmrəylidir. Məsələn, görürsən canından, malından, hər şey əlində var, ondan keçir, xidmət edir. Bu zuhur üçün zəminə yaratmaqdır. Bəli, zuhur üçün zəmin yaratmaq dedi Hacı Xan Mirzə. Çox gözəl bir mövzuya toxundu ya, bir bayraq altında. Bugün əgər hələ yəni ki İmam Hüseyn yəni hazır deyildə, biz onun bu günlər nədir? Yəni dünyada hazır deyildə məzarına gedir. İmam Zaman ağa. Bəli. Amma yəni indi İmam Zaman ağanı hamımız tanıyırıq, amma cəmaət Hüseynin adı ilə gedir. Orada Hüseynə. Yəni demək istəyirəm ki, yəni təkcə şiələr yox, bütün dünyada hər millətlərdən var da. Cürbəcürəsən hələ xristiyanı, yəhudunu qoy qurağa, nə bilim Yapon gəlir, Kitaylardan gəlir, cürbəcür millətlərdən. Əgər bugün bu millətlər, yəni bir İmam Hüseyn bayrağı altında birləşə bilirsə, demək İmam Zaman yəni bayrağı altında da birləşəcəklər. Şuarı da var. Bəli, bəli. Hubbul Hüseyn yecma'na. İmam Hüseynin sevgisi bizi birləşdirir. Bəli. Bu həqiqətən İmam Zamanın zuhurunun hədəflərindən biridir ki, insanları birləşdirəcək. Çox gözəl. Məsələn, adətən biz şəkillərdə də görürük, müxtəlif ölkələrdə olan şəxslər o darvazadan girir. Digər darvaza şəklində də görürsən ki, hamısı eyni ilə Hüseynçi əlində Hüseyn bayrağı, qırmızı, yaşıl və yaxud da ki, qara bayraqlarla çıxır. Yəni bu özü zuhurun mesajlarındandır bizə. Mən yenə də siz çox danışmaq olar bu barədə. Ərbəyinin bayaq da işarə elədi. Ərbəyinin hədəfləri ilə zuhura xidmət eləyir də. Bəli. Sən zuhur üçün, baxın, sən zuhur üçün zəminə yaratmalısan. Bunun üçün hardan başlamalısan? Yəni məsələni islahınla məşğul olmalısan. Ən mühüm də bilirsiz nədir? Ərbəyinin bizə digər öyrətdiyi mühüm məsələlərdən biri də yaxşılığa dəvət etməkdir. Əmr bi mərufdur. Baxın, zuhur üçün zəminə yaratmaq istəyən şəxs ərbəyini düzgün dərk eləsə və diqqət eləyə, ərbəyini düzgün dərk eləsə, avtomatik olaraq o getdiyi məntəqəsində də İmam Zaman ağanın zuhuru üçün şərait yaradacaq. Çünki zuhurun hədəfi nədir? Zəminə yaratmaq yəni nədir? Sən hər şeyi təmizləyəsən, yəni fəsaddan, ictimai fəsadı aradan qaldırasan, yəni bir əlindən gəldiyi qədər də sən imamın gəlişi üçün imkanlar yaradasan. Məntəqədə də gücü çatmasa, heç olmasa öz ailəsi səhərsə. Öz ailəsində, öz üzərində, hətta özün üzərində. Əvvəl gəlir insan özün təbliğ eləsin, özün cəsəsə cəmiyyət üçün. Quran ayəsi Allah Teala buyurur ki: "Ya eyyuhellezine amanu lima taquluna ma la taf'alun." O şeyləri ki etmisiz cəmaata deməyin. Yəni birinci özünü islah elə. Əgər özün də bir dənə ümmətsən də və Allah Teala Quran Həzrəti İbrahimə nə buyurur Quranda? Deyir Həzrəti İbrahim bir ümmətdir. Bəli. Əgər sən özünü islah eləsən, olacaqsan İmam Zaman əsgəri. Ərbəyin gözəl islah yeridir. Ərbəyin gözəl maarifləndirici yeridir. Bu zuhur üçün zəminədir. Mən elə düşünürəm. Təşəkkür edirəm Ağa Seyid Xan Mirzə müəllim. Sizin bu barədə nə fikirləriniz var? Şəxsi baxışlar, üləmanın baxışları.
Xülasələşdirsək, məsələn, bu cür yanaşa bilərik ki, Ərbəyin hərəkatı ilə İmam Mehdi əleyhissalamın qlobal zuhur hərəkatının arasında birbaşa mənəvi bağlılıq var. Məsələn, Ərbəyin hərəkatı, yəni zülmə etiraz. İmam Zaman ağanın zuhurunun hərəkatı, yəni ədalətli hökumət. Əgər zülmə yox deyilməsə, ədalətli hökumət qurulmayacaq. Bəli. Yəni Ərbəin və İmam Hüseyn əleyhissalamın hərəkatı, amal və məramları birbaşa İmam Mehdi əleyhissalamın o ədalət hökuməti ilə rabitəlidir. Gərək Ərbəinçi zülmə etiraz eləməyi bacarsın ki, sonra İmam Zaman ağanın həqiqi müntəziri olaraq ədalətli hökuməti qura bilsin. Yəni zülmə etirazla ədalətli hökumət birbaşa bir-birindən rabitəlidir ki, bu da zuhurla Ərbəyini rabitələndirir. Və yaxud da Seyidin buyurduğu kimi Ərbəyin insana özünü islahı, özündən başqa cəmiyyətin islahını öyrədir. Və toplum şəkildə müxtəlif dil, din, irq, mənsubiyyəti olan şəxslərin bir yerdə vəhdətini öyrədir ki, bu zuhur üçün çox önəmlidir. Yəni zuhur insanı dinindən, dilindən, irqindən, müxtəlif məsələn mənsubiyyətindən asılı olmayaraq İmam Zaman ağanın vahid olan bayrağı altında birləşməyi bacarmalıdır. Belə bir toplum olmalıdır ki, bu gün onun biz işartısını görürük Ərbəyində. Bəli, Ərbəyin sadəcə ki, bir bu göstəricisi. bir bayraq altında bu toplum toplaşa bilər. Yəni bilir də. Və həmçinin Quran-Kərimdə ayə var. Allah Taala buyurur ki: "Və a'iddu lahum mastata'tum min quvvə." Bacardığınız qədər onların müqabilində qüvvə toplayın. Bacardığınız qədər düşmən müqabilində qüdrətli olun. Ərbəyin qüdrətin nişanəsidir. Yəni bugünkü izdiham var. Bu düşməni narahat edir. Bu qüdrət, bu qüvvə düşməni narahat edir. Deməli, Ərbəyin zuhura həmçinin bu cəhətdən oxşarlığı var. Zuhurda Əhl-i Beyt məktəbi gərək qüdrətli olsun. Gərək düşmən müqabilində qüvvətli olsun. Bu Quranın mesajıdır ki, möminlər gərək bu qüdrəti ələ gətirsinlər, xüsusən də zuhur dövründə ki, o ədalətli hökuməti qurmaqdan ötürü. Ərbəyində biz onun işarətini görürük ki, Ərbəyində milyonlarla Əhl-i Beyt məktəbinin davamçısı bir qüdrət formalaşdırıb düşmənə göz dağı verir. Yəni Allah Taala sanki bir şirinliyi bizə dadızdırıb burada. Bəli. Yəni baxın İmam Zaman ağanın hakimiyyəti necə olacaq. Bəli. Mən bir söz demək istəyirəm. Bəli. Sözünüzdən ilham aldım. Çoxdan eşitmişdim bunu. İndi öz sözüm kimi demək istəmirəm də. İnsafsızlıq olar. Mən çoxdan eşitmişdim bunu. Bilmirəm, qərblərdən onun alim idi, ya yaxud da ki Yaponiya, Çin alimi idi. Bu barədə bir şiənin tarix boyu zülmlərə məruz qalıb aradan getməməsi üçün bir araşdırma edib. Gör, şiə tarix boyu məruz qalıb zülmlərə. Öldürüblər bunları, sürgün eləyiblər, həbs eləyiblər. Bu şiə əqidəsi heç vaxt aradan getməyib. Amma həmişə də tarixdə azlıq təşkil eləyib bu əqidə. Heç vaxt aradan getməyib. Deyir, bunu araşdırır. Gəlir, bir nəticəyə çatır. Bunu elə bir ki, təsvir eləyir bir dənə quşa şiəni. Deyir, şiə bir quşdur ki, həmişə qanad çalır. Çin onun bir qanadı Aşura məktəbidir. Bir qanadı da Məhdəviyyətdir. Aşura məktəbi bunu həmişə müqavimət, həmişə mübarizəyə çağırır və həmişə həyatda saxlayıb. Məhdəviyyət, yəni imamlarının zuhuruna olan etiqadları, həmişə bunları ümidli yaşadım. Bu müqavimətlə, bu ümid heç vaxt bunları aradan aparmağa qoymayıb. Bunu belə təsvir edib. Allah razı olsun. Bugünkü gözəl verilişə görə, həqiqətən gözəl söhbətlərə görə, gözəl açıqlamalara görə mən sizin hər ikinizə minnətdarlığımı Bizə bildirirəm. təşəkkür edirəm. Biz də sizə təşəkkür Bizim vaxtımız tamamlanmaq üzrədir. Əgər icazə verirsiniz, tamaşaçılarımızla biz sağollaşardıq. Bəli, dəyərli izləyicilər, bizim verilişimizin sonu yaxınlaşdı. Amma bu veriliş boyu olunan söhbətlərdən mənim çıxartdığım bir nəticə var. O nəticə ilə mən elə sənə müraciət eləmək istəyirəm. Ay mənim gözəl dinləyicim, əgər sən indi Ərbəyindəsənsə, ay mənim Zəvvar qardaşım, sən indi Ərbəyindəsənsə, Hüseynə get. Hüseynə get, çünki Ərbəyin Hüseyndədir, Hüseyn Ərbəyində deyil. Hüseynə get, çünki Hüseynə getsən səndə
hər şey dəyişəcək. Məqsəd Ərbəyinə getmək olmasın, məqsəd Kərbəlaya getmək olmasın, məqsəd Hüseynə getmək olsun. Hüseynə get, Hüseyn iksirdir, Hüseyn səni dəyişəcək. Necə dəyişəcək? Daş olsan, səndə çiçək açdıracaq. Su olsan sənə dənizə çevirəcək. Torpaq olsan sənə səmavi libas geyindirəcək. Söz olsan səni şeirə çevirəcək. Fəlsəfə olsan səni poeziya eləyəcək. Söz olsan şeirə çevirəcək demişkən, Hüseynlə münasibəti elə şeir kimi qur. Vəzni yerində, qafiyəsi yerində, mənası yerində olsun. O zaman hər şey öz qaydası ilə gedəcək. İndi isə mən səndən sağollaşıram. Allah amanında sağ ol. Elə Hüseyndə görüşənədək.